Qurban pozisiyasında olan insanlar səssiz-səssiz gəlib bizim həyatımıza girirlər. Əvvəlcə bizim onlara yazığımız gəlir. Danışırlar, dərdlərini bölüşürlər. Məndə heç nə alınmır, mən bacarmıram, həyat mənə zülm edir, insanlar məni incidir və s. və ilaxır sözləri tez-tez ifadə edirlər. Və təbii ki, sən bu insanlara kömək etmək istəyirsən. Onlara qapını, qucağını, qəlbini açırsan. Onlara özünü fəda edirsən, illərini verirsən. Amma günlərin bir günü anlayırsan ki, bu insanlar dəyişmək istəmirlər. Sadəcə səni öz oyunlarına çəkmək istəyirlər. Və səndən güc alıb, amma eyni zamanda da səni tükədirlər. Bu insanlar daim şikayət edirlər. Söz soruşursan, ahzar edirlər. Tövsiyə edirsən, sən bilmirsən, bu məndə onsuz da alınmayacaq, bu hadisənin sonu onsuz da belə olacaq və s. və ilaxır bəhanələrlə yenə də ahzar edirlər. Və sənə elə gəlir ki, sən olmasan, bu insanlar batacaq. Amma sən olmasan, bu insanlar gedib başqalarını tapacaqlar. Çünki qurban rolu onlar üçün sadəcə bir mövqe deyil. Bu onların həyat tərzidir. Və onlar daim çalışacaqlar ki, səni də bu oyuna alət etsinlər. Səni manipulyasiya edəcəklər, səndən küsəcəklər, səndən inciyəcəklər, səni məsuliyyətə sürükləyəcəklər. Bu səbəbdən də ayıq ol. Hər kömək et deyənin əsl məqsədi yaxşılaşmaq olmur. Bəziləri sadəcə diqqət, nəzarət, qayğı üçün bu pozisiyada qalmağı seçirlər. Özünü tükətmə. Çünki qurban pozisiyasında olan insanlar səni sonunda qəhrəman yox, günahkar kimi qələmə verəcəklər. Gününüz uğurlu olsun.